Hər valyuta cütlüyü eyni deyil. Bəzən sadəcə yanlış cütlük seçimi belə analizi poza bilir. Major cütlüklər ən çox ticarət olunan və əsasən ABŞ dolları daxil olan cütlüklərdir. Məsələn, avro ABŞ dolları, funt sterling ABŞ dolları, ABŞ dolları və Yapon yenası. Bu cütlüklərdə likvidlik yüksək, spread isə daha aşağı olur. Yeni başlayanlar üçün ən ideal seçimlərdən sayılır. Minor cütlüklər. Bu cütlüklərdə ABŞ dolları olmur. Məsələn, avro, funt sterling, Yaponiyası, Kanada dolları, İsveçrə frankı. Volatillik daha yüksək olur və qiymət hərəkətləri daha sərt keçə bilər. Analiz təcrübən zəifdirsə, daha diqqətli olmaq lazımdır. Ekzotik cütlüklər. İnkişaf etməkdə olan ölkələrin valyutalarını əhatə edir. Məsələn, ABŞ dolları, Cənubi Afrika randı, ABŞ dolları, Meksika pesosu. Bu cütlüklərdə hərəkətlər daha ani və sərt ola bilər. Bazarı və cütlüyü yaxşı tanımaq önəmlidir. Əvvəl cütlüyü seç, sonra əməliyyatı. Investaz ilə 51 valyuta cütlüyündə alış və ya satış et, bazarı daha yaxşı tanı və qazanc fürsətlərini dəyərləndir.